Bu dersimizde yine montajlar hakkında bəzi məlumatlar verəcəm. Yeni montajlarımızı eləyəcəyik. Fərqli mexanizmaları görəcəyik. Həmən keçək vaxt itirmədən yeni montajımıza. Belə bir part var. Bu part hal-hazırda istifadə eləyəcəyimiz montajın body hissəsidir. Body hissəsini bu şəkildə açmışam. Gəlirəm həmən buradan make assemble deyib bu bodydən assemble create eləyirəm. Bu body'mi buraya yerləşdirdikdən sonra float'a keçirirəm. Daha sonra isə həmən gəlib save eləyək. Yeri düzgündürmü? Düzgündür. Assemble 4 olaraq adlandıraq, sonra dəyişərik. OK. Bundan sonra make'lərimə baxmam lazımdır. Gəlirəm bunun orijinə baxıram. Heç uyğun yerdə deyil. Plane'lərinə də baxdığım zaman bu şəkildə tamamilə səhv çəkilmiş bir modelimizdir. Düzgün çəkilmədiyi üçün mən bunlara yenidən plane'lər create eləmişəm. Bu şəkildə 3 və 4 olaraq tam ortasında olsun deyə. Onu necə eləyirdik? Yadınızdadırsa əgər partın içərisində getdiyiniz zaman partın içərisindən, məsələn gərək partın içərisindən referent geometriden plane'i seçib, məsələn plane 3'ü create eləmək istəyiriksə bu üzlə bu üzü seçirdik. Tam ortasına plane create eləyirdi bizim üçün. Plane 4'ü create eləmək istəyiriksə bu üzlə bu üzü seçirdi və tam ortasına bir plane yenə create eləyirdi bizim üçün. OK. Bu modeldən çıxaq, assemble'ımıza geri dönək. Gələk bu plane'lərə uyğun olaraq mate'lərimizi verək. Right plane'lə plane 3'ümü verirəm. Plane 4 ilə front plane'imi bu şəkildə verirəm. Daha sonra top plane'imlə gəlirəm, tam aşağını seçirəm, bu şəkildə verirəm. Yəni burada origindan istifadə edə bilmirik, təəssüf ki. Modelimiz, assemble'ımız save olub. Digər partları gətirək yavaş-yavaş. Əvvəlcə bu mexanizm haqqında məlumat verim sizə. Bu bildiyiniz pərvanədir. Pərvanənin dönməsi üçün istifadə olunan bir mexanizmadır. Giriş, entrance, bu shaft var. Hətta bunun adlandırmasını dəyişə bilərik. Bu shaft hissəsini burada əlavə edək. Yəni giriş-çıxış shaftlərimiz var. Gördüyünüz kimi connector var bizdə. Cross jointlərdir bunlar. Yəni coupler olaraq da coupler'ın bir növü olaraq da keçir. Sonra exit, entrance shaftlərimiz var. Female və male fittinglərimiz var və fanımız var burada. Əvvəlcə məsələn entrance'dan başlayaq. Entrance shaft'i gətirib qoyuram bura. Hər şeyi gizləyək ki, sketslər görsənməsin içərisində. Həmən bura bir ilişki verək bu şəkildə. Daha sonra bir məsafə verək buradan. Məsələn olsun 66. OK verək. Bu şəkildə modelimiz sadəcə dönmə hərəkət eləyə bilir. Digər hərəkətləri qısıtladıq. Daha sonra həmən gətirək konnektorumuzu bura qoyaq. Bunu da bura yerləşdirək. Bura ilə bura arasına konsentrik əlaqəsi verək. Bu şəkildə hal-hazırda sağa sola gedə bilir. Gördüyünüz kimi. Bunu necə qısıtlayacağıq? Gələk buranı seçək. Buranı seçək və bu silindrik bir part olduğu üçün buranı da seçsəm bütün üzü seçmiş oluram. Yəni iki hissəni seçməyə ehtiyac yoxdur artıq. Buranı seçdiyim zaman və buraxdığım zaman bu şəkildə width gəlir. Bu şəkildə mate verə bilirəm. Əvvəlcə sizə bunu göstərim. Əgər çətinlik çəkirsinizsə kontrolla işləməyi, böyük ehtimal bunda səhvliyə yol verirsiniz. Bunu göstərim sizə. Kontrol nə zaman istifadə olunur və düzgün şəkildə necə istifadə olunmalıdır? Məsələn, bir face seçdim. Daha sonra istədiyim kimi hərəkət elətdirə bilirəm. Hal-hazırda kontrolu basmamışam. İkinci bir face'i seçmək istədiyim zaman və ya nöqtə fərqi yoxdur və ya ola bilər, xət ola bilər. Seçmək istədiyim zaman kontrol basıram, seçirəm. Daha sonra kontrolu buraxıram. Ehtiyac yoxdur kontrola. Hal-hazırda yenə hərəkət elətdirə bilirəm. Kontrolu basıb saxlasanız, hal-hazırda basıb saxlayıram və döndərmə hərəkəti elətdirə bilmirəm gördüyünüz kimi. Gərək kontrolu buraxım ki, döndərmə hərəkəti elətdirə bilirəm.
üçüncü bir face'i seçmək istəsəm, yenə gəlib kontrol basıram və yenidən seçirəm. Yenə kontrol buraxıram. Bu şəkildə davam edə bilərəm. İstədiyiniz qədər belə face seçib hərəkət elətdirə bilərsiniz. Bu yadınızdan çıxmasın. İkinci göstərəcəyim şey nədir? Məsələn, Mate'e gələk. With Mate'ini verməyə çalışaq tutaq ki, Advanced-a keçid edirəm. With Mate'ini verirəm. Buranı seçirəm və buranı seçməliyəm. Amma burada hər hansısa bir partım olduğunu düşünün və o qısıtlayır. Gəlib bu üzü seçə bilmirəm. Və ya bu modelin ümumiyyətlə burasını seçə bilmirəm. O zaman nə edəcəyik? Sadəcə buradan baxa bildiyimizi düşünün. Burada olduğunu bilirsiniz həmin face'in. Gəlib right click eləsəniz, select other hissəsi var. Left click deyil, right click elədim. Select other'a click eləsəniz, sizdə belə bir pəncərə açılacaq. Daha sonra mouse'un hal-hazırda gördüyünüz kimi mouse'un tam qırağında kiçik bir mouse işarəsi var. Orada da sağ klik eləsəniz, yəni hide eləyəcək, sol klik eləsəniz seçəcək. Bunu bildirir. Məsələn, bura gəlirəm, sağ klik eləyirəm, buranı gizlədir artıq mənim üçün. Sən bura gəlib sağ klik eləsəm gizləyir. Sağ klik eləsəniz gizləyir. Face'ləri bu şəkildə istədiyiniz kimi gizləyə bilərsiniz. Daha sonra istədiyiniz nədirsə gəlib buradan seçə bilərsiniz. Bu şəkildə seçimi edə bilərsiniz. Məsələn, bu da bəlkə gələcəkdə kömək olar sizə. Əlavə bilgi olaraq deyim. Bu şəkildə modelimizi verdik. Hal-hazırda dönmə hərəkət edə bilir sadəcə. Daha sonra yavaş-yavaş çıxışı gətirək. Məsələn, çıxışı qoyaq. Məsələn, exit şərti gətirək. Bunu da bura yerləşdirəcəyik təbii ki. Bu şəkildə mate verirəm. Mən bu şəkildə istəmirəm, tərsinə istəyirəm. Döndərirəm onun üçün. Bu şəkildə mate'inizi verə bilərsiniz. Bu da burada qalsın. Hər hansısa bir ölçü vermirəm. Daha sonra male və female'i tam ortaya qoyacağım. Male və female'i buraya gətirəcəm. Male və female nədir? Bunun haqqında kiçik bir məlumat verim sizə. Hardware'lərdə tez-tez qarşınıza çıxacaq. Əgər sənaydə işləmişsinizsə və ya internetdə olmuşsa, bunları böyük ehtimalle eşitmişsiniz. Hardware'lərdə, fittinglərdə, pipe'larda daha çox qarşınıza çıxır. Male hər zaman yəni bu şəkildə olur. Female də bu şəkildə olur. Yəni quruluşlar təbii ki dəyişə bilər, shape'lər dəyişə bilər, amma hər zaman çıxıntı male-də olur. Female-də də bu şəkildə çıxıntıya uyğun buradan deşik olur və ya girinti olur, threadlər ola bilir. Bizdə də yenə eyni şəkildə olacaq. Məsələn, gələk bura. Female və male olaraq ikisini də seçirəm və gətirib qoyuram bura. Bu float olaraq lazımdır bizə. Fix olaraq gətirdi. Məsələn, mən modelimə baxıram. Gətirək həmən yan-bayan qoyaq. Bu şəkildə female'imiz gördüyünüz kimi gəlirəm bura, qarşılaşdırırım məsələn. Female'imiz gördüyünüz kimi girinti bunda olacaq. Male'imiz isə bu şəkildə çıxıntıda burada olacaq. Yəni erkəkli, dişili belə deyək. İndi gələk yavaş-yavaş mate'imizi verməyə bura. Mən gətirirəm erkeği bura yerləşdirəcəm indi. Female hissəsini bura yerləşdirəcəm indi. Gəlirəm, buranı seçirəm və buranı seçirəm. Mate verirəm həmən. Bu şəkildə bu mate'imiz düzgün formada alınmayıb. Həmən bunun mate'ini düzəldim. Sonra ilə davam edək. Okey, həmən kiçik bir sıxıntı var idi. SolidWorks-in əlaqəli onu düzəltdim. Yenə eyni burada hər hansısa bir mate vermişik. Bu mate verdik. Əla. Daha sonra yenə eyni formada gətiririk buradan. Belə bir mate veririk. Buranı seçirəm. Gəlirəm buradan 6 seçirəm və with mate'in bu şəkildə verirəm. OK basıram. Və bu şəkildə modelimizi hərəkət etdirdiyimiz zaman buradan belə bir hərəkət əldə etmiş olacağıq. OK. Daha sonra coupler'ımız istifadə olunacaq yenə. Yenə belə hərəkət edə bilir. Qalsın burada. İkincini gətirib bura yerləşdirəcəyik indi. Daha sonra yenə bir coupler'ımızı
bura yerləşdirib mate'imizi verəcəyik. Gələk burayla buranı mate verək birinci. Tərsini eləyəcəyik. Bizə bu şəkildə lazımdır. Daha sonra yenə bir coupler'ımızı buraya yerləşdirəcəyik. Cross joint'imizi. Gətirib buradan da əlavə edə bilərsiniz. Və ya dediyim kimi Ctrl-a basıb saxlayıb bu partı seçib bu şəkildə gətirib sonra bu partı buraxıb daha sonra Ctrl buraxın və bu şəkildə kopyalaya bilərsiniz. Gətirək həmən bura mate verək. Bu şəkildə. Daha sonra yenə eyni metodika ilə with mate verək. Bir modelin tamamilə mate'ini bitirib digərinə keçməyə çalışmayın. Yəni bu şəkildə gətirin qoyun. Real həyatdakı kimi gətirib uyğunlaşdırmağa çalışın daha çox. Yenə gəlirik burayla buranı mate veririk. Bu şəkildə yavaş-yavaş gördüyünüz kimi özü gəlir yerinə oturur. Daha sonra with mate'ini verəcəyik. Buranı seçirəm. Sonra gəlirəm yuxarını seçirəm. With mate'ini verirəm. Bu şəkildə modelim yavaş-yavaş yerinə oturur. Burada artıq nə lazımdır? Məsafə lazımdır ki, bunu bəlli eləyək. Gəlib bu məsafəni verə bilərik. Nə qədər verək? Məsələn, tutaq ki, buradan bura qədər məsafə 150 olsun. Bu şəkildə belə bir məsafə verək. Daha sonra burada gördüyünüz kimi width'lər var. Bunlar nədir? Bunlar haqqında kiçik bir məlumat verim sizə. Bu odur ki, yəni bir növ Azərbaycan dilində səhv etmirəmsə paz adlanır. Yəni təhrik eləmək üçün real həyatda normalda bu bunun içərisinə keçdiyi zaman, şəflər bir-birinin içərisinə keçdiyi zaman təbii ki, hərəkət eləmə mümkünlüyü yoxdur. Gərək bu kimi yuvalar olsun və o yuvalar gəlib bir-biri üstünə otursun ki, o şəkildə hərəkət elətdirə bilsin bir-birini. Həmən gələk bunlar arasına ilişki verək bu şəkildə. Gəlib oturduğunu düşünürəm mən. Okey, tamam. Bu şəkildə düzgün formada oturub. Artıq burada da yenə eyni metodikadır. Bu da hər hansısa bir motora bağlanır. Motor buradan gəlir buna qoşulur şəftə. Buradan yuvaya, yəni bu yuva sayəsində dönmə hərəkətini elətdirə bilir. Pərvanəmizi gətirək, pərvanəmizi qoyaq. Daha sonra mexanizmamızı hərəkət elətdirməyə çalışaq. Gətiririk fanı. Bura qoyuruq. Yenə gördüyünüz kimi eyni yuva. Gəlirik bununla bunun arasına əlaqə verək. Bu şəkildə. Daha sonra burayla buranı bir eləyək. Gördüyünüz kimi bunu hərəkət elətdirdiyim zaman bu hərəkət eləmir. Bu yuvaları bir-birinə mate vermək lazımdır ki, hərəkət elətdirə bilək. Burada məsələn istifadə edə bilərsiniz. Əgər məsələn üstü seçə bilmirsinizsə, təbii ki, belə gətirib daha rahat eləyə bilərsiniz. Bəlkə çətinlik çəkirsinizsə. Yəni gəlib buradan da seçə bilərsiniz. Amma bayaq göstərdiyim metodika ilə mate'e getdikdən sonra right click edirsiniz. Təbii ki, mate'in içərisində olmalısınız. Right click edib select other'dan yenə seçiminizi edə bilərsiniz. Gəlirəm bunların üstlərin bir verirəm. Bu şəkildə verdiyiniz zaman artıq pərvanə döndüyü zaman gördüyünüz kimi bu şəkildə bütün mexanizma dönür. Hal-hazırda bütün mexanizma bir-birinə əlaqəlidir. Buradan döndürmə hərəkət edirəm. Gördüyünüz kimi tamamilə dönür. Bu şəkildə mate'lər verərək mexanizmalar qura bilərsiniz. Bunu məsələn indi tamamilə içəriyə doğru çəkə bilərik. Məsələn gələk bir ölçü almağa çalışaq. Burada ölçünü evaluate'dən measure'a keçid eləyək. Buradan bura qədər olan ölçü 57.75. Gəlib bundan 57.75 çıxıb tamamilə birləşdirə bilərsiniz və ya biraz daha bir-birinə yaxın edə bilərik. Məsələn gələk 55 çıxaq bundan. Hətta 50'yə çıxa bilərik. Bu şəkildə 100 eləyə bilərik. Okey. Bu şəkildə edib bir-birinə daha yaxın edə bilərik. Bu şəkildə hərəkət elətdirə bilərsiniz. Bu modelimiz də bu şəkildə olacaq. Save eləyək həmən hamısını. Burada mənfi görməyiniz normaldır. Çünki yaddan çıxarmayayım. İndiyə qədər etdiklərimiz statik idi. İndi isə dinamik olmalıdır. Yəni bu hərəkət etməlidir ki, mexanizmimiz işləsin. Yəni zaten bu mənfi işarəsi mütləq şəkildə olmalıdır bizdə.
mənfi işarəsi yoxdursa əgər partlarımızda, deməli onda bir sorun var. Bu dinamik deyil, statik partdır deməli. Amma gördüyünüz kimi hal-hazırda hərəkət edə bilir deyə dinamik partdır bunlar. Keçək bir sonraki modelimizə. Sizə indi yeni bir funksiya göstərəcəm. Bu funksiya üçün belə bir model hazırlanıb. Burada bu funksiya nə işə yarayır? Yəni bildiyiniz mirror funksiyası da, amma fərqli şəkildə istifadə olunur. Əvvəlcə onları göstərəcəm sizə. Məsələn, bu gözü, soldakı gözü sağa mirror etdiyimiz zaman nə kimi problemlərlə qarşılaşırıq və onları necə həll edə bilərik? Və ya əli bu şəkilə keçirdiyimiz zaman, ayaq hissəsini bu şəkildə sağ və sol olaraq ayırdığımız zaman nə kimi problemlər yaşaya bilərik? Onları sizə göstərəcəm. Həmən keçid eləyək, göz hissəsinə buradan atmağa çalışaq. Bu şəkildə göz hissəsini açaq. Buradan sizə göstərməyə çalışacağım. Gördüyünüz kimi part olaraq ayrılıb. Bu şəkildə bizə lazım olan sol və sağ hissədə fərqi yoxdur. Məsələn, gələk buradan bu hissəni suppress edək. Hal-hazırda biz bu partı digər tərəfə mirror etmək istəyirik. Gəlirik buradan bu partı seçirik. Görək düzgün şəkildə face'imiz verilmir. OK. Düzgün yerdədir. Gələk partımızı seçək. Daha sonra right plane'imizi seçək. Sonra keçid eləyək mirror'a. Mirror yenə eyni formada və assembly hissəsindən gəlirik buradan. Mirror components deyirik. İndi buna OK vurduğum zaman bu şəkildə bir mirror bizi qarşıladığını görürəm. Yəni bu mirror tamamilə güzgü formasında olduğu üçün bizə düzgün mirror metodikasını vermir. Bundan istifadə edə bilmirik biz. Məsələn, gəlib bunu unsuppress elədiyim zaman bunun mən düzgün olduğunu görürəm. Nəinki əvvəlkinin. Gələk, hətta plane'imizi də düzgün seçməmişik. Bunu silək. Yenə gələk birincini suppress eləyək. Bura diqqətlə qulaq açmağınızı istəyirəm. Bunların plane'lərinə baxaq. Tamam, right plane'i buradan istifadə edirik. İndi yenə modelimizi düzgün formada düzəltdikdən sonra, yəni plane'i də düzgün seçdikdən sonra yenə keçid edirəm mirror'a. Burada mirror'da artıq bura OK vurmuram. Buradan next'e basıram. Yəni bir sonrakına keçid edirəm. Next'e bastığınız zaman sizə gördüyünüz kimi ilk formada necə mirror etmişdinizsə o şəkildə mirror verir. Amma sizə bu mirror lazım deyil. Burada fərqli mirror seçənəkləri verir. İkinciyə keçid elədiyiniz zaman belə bir mirror sizə verə biləcəyini deyir. Bu şəkildə bu da sizin işinizə yaramır. Üçüncüyə keçid elədiyiniz zaman bu şəkildə mirror verə biləcəyini deyir. Yenə işinizə yaramır. Dördüncüyə keçid edirik və bu şəkildə yenə işinizə yaramır. Burada ən yaxşısı və məsləhətli olanı ən axırıncıya klik eləsəniz tamamilə düzgün formada sizin üçün mirror etmiş olacaq. Bu şəkildə modelinizi yenidən create eləmək məcburiyyətində qalmayacaqsınız. Çünki bunlar eyni partlar deyil, belə deyək. Fərqli modellərdir. Çevirib bu şəkildə sağa qoya bilməzsiniz. Onun üçün mirror etdiyiniz zaman problemlər olur. Yeni part create eləyəcək sizin üçün. OK basıram və yeni part create eləyəcəyini deyir. Yes basıram buna. OK. Burada gördüyünüz kimi artıq mənim üçün yeni part create elədi. Onun üçün əvvəlki partdakı olan özəllikləri gətirmir. Özəlliklər nədir? Yəni bunların rəngləri və ya hər hansısa bir material veribsə materialları falan. Bu kimi şeyləri üstündə gətirmir. Bunları amma düzəltmək olur çox rahatlıqla. Narahat olmayın. Onu da gələcəkdə göstərəcəm. Amma bir-bir girib bunun içərisindən də baxıb rahatlıqla düzəldə bilərsiniz. Bu şəkildə düzgün formada mirror'ınızı edə bilərsiniz. Yəni bəs necə biləcəyik biz bu normal mirror'dan istifadə edib və ya hal-hazırda öyrəndiyimiz tamamilə mirror'dan istifadə eləmə yerin necə biləcəyik? Yəni necə biləcəyik ki, burada olmalıdır? Bu parta baxın. Bu partı buradan çıxarıb eyni formada bura qoya bilirsinizsə, yəni tamamilə eyni partdırsa, o zaman bu part normal simple mirror'dan edilə bilər. Əgər qoya bilmirsinizsə,
Deməli, normal mirrordan edilə bilməyəcək, tamamilə tərsinə mirrordan istifadə etmək məcburiyyətində qalacaq. Biz necə edəyək indi? Bu assemble'ın içərisindəyik. Gəlin bu mirror'ı suppress eləyirəm. Bu partımızı görürsünüz. Bu partı gəlirəm, kopya eləyirəm, gətirib bura qoyuram. Daha sonra bu partı döndərirəm. Və bu şəkildə gətirib qoymağa çalışıram modelimə. Gördüyünüz kimi bu part mirror part olmaq məcburiyyətindədir. Yəni tamamilə mirror part olmaq məcburiyyətindədir. Çünki eyni hissədən ibarət deyil. Yəni bunu çıxardıb bura qoya bilməzlər. Bu istehsala verildiyi zaman sol və sağ olaraq iki istehsala verilməlidir. Yəni iki fərqli model olaraq istehsala verilir bu. Sol və sağ olaraq. Əgər mirror edə bilirsinizsə, sadə bir mirror edə bilirsinizsə, bu partdan 2 dənə düzəldilir və sol və sağa qoyulur. O isə, məsələn, gələk Wall-in özünə, main hissəsinə. Gələk, məsələn, buradan ələ baxaq. Yenə əldə də eyni sorun. Bu partı çıxardıb, məsələn, gələk hətta götürək. Bu şəkildə bura qoyuram və tərsinə çevirirəm. Gördüyünüz kimi uyğun gəlmir. Deməli, bu barmaqlar sol və sağ olaraq mütləq şəkildə ayrı-ayrı istehsal olunmalıdır və bayaq göstərdiyim mirror'dan istifadə olunur. Bunları sol və sağ olaraq düzəltmək üçün. Burada böyük ihtimal ayrı-ayrı partlar eləyiblər bilmədikləri üçün, amma bu sol və sağ olaraq ayrı-ayrı hissələrdə dizayn olunmalıdır. Bunları yaddan çıxarmayın. Məsələn, bu hissəyə baxdığımız zaman bu iki dənə eyni partdır. Bunun solu sağı olmasına heç ehtiyac yoxdur. Bir part düzəldəcəklər, burada keçirdəcəklər və burada keçirdəcəklər. Amma barmaqları mütləq şəkildə ayrı-ayrı partlar olaraq istehsal olunmalıdır. Buradan çıxıram və ya gördüyünüz bu hissə, məsələn, gələk bu partın özünə. Bunu buradan götürsəm mən, gətirib bura qoysam, gördüyünüz kimi üst-üstə qoyub bu şəkildə istifadə edə bilərəm. Yəni bu part 2 dənə istehsal olunacaq. Sol sağı olmayacaq. 2 dənə istehsal olunacaq və gətiriləcək, bura qoyulacaq biri, digəri isə ora qoyulacaq. Yəni bunun məntiqi odur. Əgər tamamilə reverse olaraq mirror olunursa, sol və sağ olmalıdır. Burada isə eyni partı dizayn edib bu şəkildə iki tərəfə də qoyula bilər. Yenə keçid eləyək bura. Burada bir də göstərək. Gəlirəm bu partımı silirəm. Yenə göstərirəm. Bu partımı seçirəm. Daha sonra bunun içərisindəki plane'i seçə bilərəm. Sonra mirror'a keçid eləyirəm. Next eləyirəm. Bu şəkildə eləsəm mirror edəcək mənim üçün. Mən tamamilə reverse olaraq etmək istəyirəm. Ən axırıncıya klik elədiyiniz zaman bu şəkildə gəlir. OK basırsınız. Yes basırsınız. Bu şəkildə tamamilə bitir. Bu çox-çox önəmli mövzudur. İstehsalda çox diqqət olunur. Sol və sağ olaraq. Əgər eyni partı götürüb versəniz onlara, bunlar dizayn edib və bu şəkildə sağa və ya sola qoyduqları zaman düzgün gəlmədiyini görəcəklər və bu da tamamilə zibilə getmiş olacaq bu düzəltdiyiniz part. Bunu yaddan çıxarmayın. İndi keçək bir sonraki modelə və yeni şeylər göstərim sizə. Bu örnəyimizdə Hall Wizard-ı görəcəyik və Hall Wizard-dan necə istifadə edirik. Bunlar haqqında kiçik bir məlumat verəcəm sizə. Bu giriş olacaq. İrəli səviyyədə bunun haqqında çox geniş məlumat verəcəm. Onun üçün daha çox burada library-ni işlətmə metodikasına baxacağıq. Həmən gedək bu feature hissəsində. Hal-hazırda partın içərisindəyəm. Belə bir plate'im var və feature hissəsindən Hall Wizard-a klik edirəm. Hall Wizard nədir? Yəni normalda asdığımız bütün hallların istehsalda onlara uyğun qarşılıqları var. Məsələn, threadlər var, counterboardlar var və ya ora gedəcək bolta uyğun açılan halllar var. Bunları açmaq üçün də Hall Wizard-dan istifadə olunur. Məsələn, gəlib burada gördüyünüz kimi fərqli-fərqli hall növləri var. Gəlib burada ən çox istifadə olunan məsələn normal halldan istifadə edirəm. Yəni tamamilə açıq deşik və hər hansısa bir ölçüsü olur, diametri olur.
threadli olanlar bunlardır. Counterboardlardır. Bunlar haqqında məlumatlar verəcəm. Hal-hazırda amma ehtiyac yoxdur. Biz normal holları açaq. Gəlirik burada. Fərqli növləri var. Double hollardır. Drilllərdən istifadə edirlər. Heli coil'lardır və ya screw clearance'lardır. Məsələn, screw clearance'lardan istifadə edə bilərik. Əvvəlcə burada metrik və inç olaraq istifadə olunur. Daha çox metrikdən istifadə olunur. Burada double holes olaraq qalsın. Screw'ya bir də dəyişməyək. Double holes olaraq qalsın. Bu da size'ıdır. Nə qədər olmanı istəyirsinizsə buradan seçirsiniz. Onu olaraq qeyd edirəm. Gələcəkdə bunların önəmini deyəcəm. Sizə niyə buradan istifadə olunur. Burada position hissəsinə sonra keçid edirik. Tutaq ki, burada hər şey bitirdikdən sonra position'a keçid edirik. Buradan bizdən bir plane və ya face istəyir. Biz bu face'i klik elədiyimiz zaman avtomatik olaraq sketch açır. Bu şəkildə modellərimizi gətirib qoya bilərik. Yəni deşiklərimizi bu şəkildə istədiyiniz kimi qoya bilərsiniz. Sonra OK bastığınız zaman bu şəkildə sizin üçün holları açmış olacaq. Yenə gəlirəm Hole Wizard'a. Buradan məsələn Screw Clearance dediyim zaman M-lər çıxır qabağıma. Məsələn M8'li bir deşik açmaq istəyirəm. Yenə eyni metodda M8'i seçirəm. Buradan da True deyə bilərsiniz və ya Blank deyə bilərsiniz. Mən tamamilə kəsib keçməsini istəyirəm. Heç bir fərqi yoxdur. Yəni Extrude Cut'dakı kimi seçirsiniz burada. Position'a keçid edirəm. Yenə buranı seçirəm. Buradan da M8'lərimi bu şəkildə qoyuram və OK basıram. Hal-hazırda bunları öyrənməyiniz kifayətdir. İstəsəniz özünüz girib bir-bir oradan maraqlana bilərsiniz, fərqli deşiklər qoya bilərsiniz. Amma dediyim kimi hal-hazırda bunlar önəmli deyil. Mən sizə zaten onları çox geniş şəkildə məlumatlar verəcəm gələcəkdə. Həmən gələk rəngləndirək bunları. Fərqli rənglər olsun. Gələk buradan da bu şəkildə sarı rənglər verək məsələn. OK. Bu partımızı save eləyirəm. Daha sonra bu partımıza bir assemble create edəcəm. Və assemble'ın üzərində biz library'də necə istifadə edirik? Həmən onu görəcəyik. Gəlirəm həmən float'a qoyuram, save eləyirəm. 5 olaraq qeyd eləyək. OK. Daha sonra mate'imizi verək. Bu şəkildə mate'imizi veririk. Daha sonra yenə sağdakı pəncərədə fərqli yəni seçənəklər görəcəksiniz. Appearance'lar görəcəksiniz, colorları dəyişdirmək, materialları vermək. Bizim hal-hazırda öyrənəcəyimiz Design Library hissəsidir. Design Library'yə klik elədiyimiz zaman bu şəkildə bir pəncərə çıxır bizim qarşımıza. Buradan Tool hissəsinə keçid eləyəcəyik. Tool'a klik eləyirəm və Tool hissəsində fərqli ölkələrin standartları çıxır qarşımıza. Bu standartdan istifadə edərək biz öz modelimizə uyğun olaraq hardware'lər qoya bilərik. Yəni boltlar, qaykalar, istədiyiniz kimi fərqli metodikalardan istifadə edib bunları qoya bilərik. Məsələn, Amerikanın asimetrikdən istifadə edək məsələn. Bura 2 dəfə klik eləyirəm. Təəssüf ki, açılmır. OK, tamam açıldı. Burada gördüyünüz kimi bearing'lər var. Bunları bir-biri göstərəcəm sizə. Boltlar, screw'lar var, nutlar var, yəni qaykalar var, O-rings'lər var. Bunları bir-biri seçə bilərsiniz. Biz bolta keçid eləyək. Burada məsələn machine screw'lar falan var. Bunları göstərəcəm sizə. Tappet'lər var. Socket head'lər var. Ən çox istifadə olunan automation'da. Bunlar haqqında məlumatlar verəcəm. Biz məsələn hex head'ə keçid eləyək. Burada gördüyünüz fərqli hex head boltlar var. Bunu götürüb, yəni sol klik eləyib, gətirib bu şəkildə qoyduğunuz zaman özü avtomatik olaraq algılayır bu deşiyi. Bu deşiyin ölçüsünə uyğun olaraq boltu dəyişir. Hal-hazırda buraxmamışam mouse'u, yəni basıb saxlamışam sol düyməni. Bu şəkildə yaxınlaşdırdığınız zaman algılayır və mate'in belə verir. Bu şəkildə görürsünüz. Buraxsam, bura mate'in vermiş olacaq və düzgün formada modelimizi yerləşdirəcək. Solda belə bir pəncərə çıxacaq. Yadınıza gəlirsə biz bura M8 açmışdıq.
Onu açdığımıza görə avtomatik olaraq SolidWorks algılayır ki, bura M8 boltu qoymalıyam. Normal bir deşik açsaydınız SolidWorks onu algılaya bilməyəcəkdi və hansı boltu bura qoymalıyam onu bilməyəcəkdi. Bu şəkildə ölçülər dəyişə bilərsiniz. Məsələn, hal-hazırda 12 ölçüsü var. Bu təbii ki, biraz tutulmalara yol verəcək sizdə. Çünki SolidWorks Design bu library hissəsi biraz ağır işləyən hissədir. Buradan ölçüsünü dəyişə bilərik. Məsələn, lens'in gələn buradan 25 eləyə bilərəm istəsəm. Bu M10'a dəyişdi. Gəlib buradan M8'ə dəyişirəm yenidən. Bu şəkildə və mənə OK deyirəm. Sonra buna OK bastığınız təqdirdə yenidən davam edə bilirsiniz. Bu şəkildə qoya-qoya gedə bilirsiniz. Məsələn, gəlin bunun yaddan çıxarmayın. Bunun tam qırağına, yəni burada gördüyünüz edge var. Bu çevrənin edge'inə gətirin. Yəni çevrənin içərisinə, iç face'inə bura tutmayın və ya çölünə bu şəkildə tutmayın. Gəlin edge'ə bu şəkildə klik eləyin. Vəssalam. Gəlin edge'ə yaxınlaşın. Özü avtomatik olaraq bir işarə çıxır. Yəni düzgün şəkildə mate verəcəm işarəsi. Bura klik eləyin, bitdi. Yenə eyni formada gəlirsiniz. Bura klik eləyirsiniz, bitdi. Bura qoymadı. Bura klik eləyək. OK. Qoydu. Sonra bitirirəm. Bu şəkildə verə bilərsiniz. Bu artıq düşüb. Gəlib buradan silirik. OK. Modelimizi bu şəkildə boltların verə bilirik. Bura klik elədiyimiz zaman burada mate'ləri olmuş formada görəcəyik. Burada da hardware'lər bu şəkildə görsənir. Məndən məsləhət, gəlin bunların hamısını seçin. Right click eləyin. Add to new folder deyin. Sonra bura hardware yazın. Çünki burada çox hardware'ləriniz olacaq və qarışa bilər. Yəni bizim normal partlarımızı görməyimiz çətinləşəcək. Bu şəkildə hardware'ləri ayrı olaraq yığsanız papkaya daha yaxşı olar. Sonra gələm yenə fərqli bir bolt götürürəm. Buraya yaxınlaşdığım zaman avtomatik olaraq o ölçünü alır. Gördüyünüz kimi gələm buraya yaxınlaşdırıram küncünə. Bu şəkildə buraxıram və ölçüsünü istədiyimiz kimi dəyişə bilirik. M8 verdi ora və lensin də gərək məsələn bunu da 16 eləyək. Bu şəkildə. Sonra OK vurduğum zaman yenə davam edə bilirəm. Yenə eyni metodika ilə gəlib bura klik eləyirik. Bura klik eləyirik. Bu şəkildə rahatlıqla klik eləyə bilərsiniz. Təbii ki, gəlirik küncünə. Bu şəkildə modelimizi bitirə bilərik. Design library-dən istifadədə bu şəkildə olacaq. Əgər gəlib bunu dəyişmək istəsəniz, edit feature desəniz, artıq bu SolidWorks-da olan bir partdır deyə bunun feature-ını edit eləyə bilməyəcək. Buradan gəlib ölçüsünü dəyişə bilirsiniz zaten. Yəni bir də gedib edit eləməyə ehtiyac yoxdur. Əsas budur. Gəlib buradan rahatlıqla ölçüsünü dəyişə bilirsiniz. Ölçüsünü dəyişdikdən sonra məsələn birim fərqli elədik biz. Artıq məsələn bu deşiyi dəyişmişik. M8'lik deşiyi olmadığını düşünək və ya buradakının. Bunu necə dəyişə bilirik? Gəlin bura klik eləyin. Buradan tapın. Right klik eləyin. Edit, Toolbox, Components var. Bura klik elədiyimiz zaman avtomatik olaraq yenidən açılır bunun toolbox'u. Buradan gəlirik. M10'a çeviririk məsələn. OK basırıq. Bu şəkildə istədiyiniz kimi dəyişə bilirsiniz. Gələcəkdə daha rahat metodikadan istifadə edərək bunları eləyəcəyik. Hal-hazırda bu şəkildə öyrənməyiniz yaxşıdır. Məsələn, ola bilər ki, 10 dənə, 15 dənə deşiyiniz olar. Bir-bir mate'lərin falan verməyə çalışarsınız. Bu şəkildə rahat və qısa yoldan edə bilərsiniz. Burada dediyim kimi, boltlar olduğu kimi bearinglər var. İstədiyiniz kimi gətirib qoya bilərsiniz, incələyə bilərsiniz. Necə olur, nəyə oxşuyur? Zaten gələcəkdə bunlar haqqında məlumat verəcəm, amma yenə də çox yaxşı olar bunları bir-bir baxsanız. Hələ ki də mexanika mühəndisliyi oxuyanlar və ya O-ringlər var. Bunlara baxa bilərsiniz, necə dizaynları olur. Ən son bunda qalıb deyə çıxma məcburiyyətindəyəm. OK, O-ringlər var. Sonra gearslər var. Bunlar heç vaxt dizayn eləmirik. Gəlirik, buradan rahatlıqla götürürük.
Amma gələcəkdə hətta buradan da götürməyib, direkt olaraq McMaster'dan gətirə biləcəyik bunları. Biraz böyüyü gəldi. Bu şəkildə dediyim kimi Design Library biraz gecikdiyə bilər. İstifadə etdiyiniz modelə görə çox dəyişə bilir. Bu şəkildə burada istədiyiniz kimi dəyişə bilirsiniz. Uzunluqlarını çoxaldıb azalda bilirsiniz. Design Library'nin istifadəsi də bu şəkildə olacaq. Keçək bir sonraki modelimizə. Okay, bu modelimizdə kozmetik thread'in necə açılır? Onu göstərəcəm sizə. Yəni normalda biz thread'i heç vaxt açmırıq. Hətta bu partı heç dizayn etmirik. Gedib direkt olaraq purchase part olaraq yükləyirik. Əgər sizə özəl sifariş gələrsə, özəl sifarişdə belə bir şey dizayn edəcəksinizsə və threadləri də göstərmək istəyirsiniz. Sadəcə üzərində göstərəcək, amma o funksiyanı oraya əlavə eləməyəcək. Çünki eləməyə ehtiyac yoxdur. Bundan 100 dənə, 200 dənə olanda assemble'da çox böyük şəkildə assemble'ı ağırlaşdırır. Kozmetik threadləri həmən görək. Gəlik bura. Kozmetik yazdığımız zaman bu şəkildə çıxır. Gəlib bu gözə də klik edib harda olduğunu görə bilərsiniz. Bizi həmən oraya götürəcək. Gördüyünüz kimi Insert'də, Annotations'da kozmetik thread var. Gəlik bura yenə kozmetik thread yazıb buradan seçirik. Daha sonra thread eləmək istədiyiniz həmin buranı, çevrənin yuxarısını gəlib bu şəkildə seçə bilərsiniz. Bu şəkildə seçdiyiniz zaman bura bir ölçü verməlisiniz. Bu ölçünün heç bir önəmi yoxdur. Sadəcə kozmetik olacağı üçün, yəni o ölçünü düzgün şəkildə zaten göstərməyəcək. Shadow olaraq belə göstərəcək sizə. Sadəcə bu ölçü hal-hazırda olan bu, yəni silinderin diametrindən daha kiçik olmalıdır. 10 olduğunu bilirik məsələn biz. Bura 11 yazsanız və OK basmağa çalışsanız heç cür düzgün formada verməyəcəyini görəcəksiniz. 9'a yenidən düşürtdü. Həmən gəlib bura klik edib edit edək. Sizə bu editdə göstərəcəm, narahat olmayın. 9 bu şəkildə girirəm. Daha sonra blind olaraq da nə qədər getmək istədiyini deyə bilərsiniz. Up to next deyə bilərsiniz. Məsələn, gələk buradan up to next edək. Yəni bu şəkildə gəlib bura qədər gəlib thread deyəcək. Sonra gələk buna OK vuraq. 2022'də də, 22'dən əvvəldə bunu OK vurduğunuz zaman bu şəkildə threadinizi göstərmir. Gəlib manual olaraq açma məcburiyyətindəsiniz. Options'a gedirik. Document Properties'e keçid edirik. Daha sonra Detailing'e keçid edirik. Sonra Shaded, burada kozmetik thread'i açırıq. Yəni klik edirik, OK basırıq. Və bu şəkildə threadimizi kozmetik olaraq göstərir. Dediyim kimi bu demək olar SolidWorks-ə heç ağırlıq vermir və bu şəkildə threadinizi göstərə bilərsiniz. Çox istifadə olunan funksiya deyil, amma bilməyinizdə yarar var. Okay, əgər dəyişmək istəsəniz, thread-ə gəlib buradan dəyişə bilərsiniz. Çünki 3-də heç cür görsənmir bu thread. Gəlib buradan, bura klik edib, sonra edit deyə bilərsiniz və ya ilk bu boss extrude'un içərisindəki thread-i tapıb buradan seçə bilərsiniz. Daha sonra yenə məsələn blind desək, buranı istədiyiniz kimi çoxalda bilərsiniz. Bu şəkildə 35 edirik və OK basıram. Bu şəkildə threadimi göstərə bilirəm. Keçək bir sonraki modelimizə.